Sağlığınıza kısmet olsun. Buyurun əyləşin. Zəhmət çəkməyin. Eşidirəm sizi. Şikayətə gəlmişəm. Özü də kürəkənimdən. Neyniyib? Arvadını əl qaldırır? Yox ha, ağzı nədir? Yoxsa içir? Xeyr, heç dilinə də vurmur. Bir də bəgəm dərd içmək dərdidir. Onda deyin görək, nə havalı? Gözü qızıb. Qızıb? Bəli. Necə yəni qızıb? O məsəl var, deyərlər ki, əziyəm qız qıza, oğlan qıza, qız qıza. Oğlan qızsa tez sönər, vay o gündən qız qıza. Nə qız? Bilseydim dair suyun yanınızı nöş gəlirdim. Özüm el aşın suyunu verərdim də. Kişini yoldan çıxardım. O da küflətini atıp, düşüb onun dalınca. Gəldim, bəlkə bu işə bir əncam çəkəsiz. Yaxşı, bu kürəkəniz kimdən oturur? Bir dostuz adı var? Bütün şəhər onun dostudur, hansını deyim? Ən yaxınını. Deyə bilmərəm. Niyə? Biz ev yıxam deyilik. Yaxşı, siz demədiniz, biz bilmədik. Bizə kömək eləmək istəmirsiniz? Əcəb şey düşdüm. Mən sizdən kömək istəyirəm, siz də məndən. Buyuruz, sağ olun. Sağ olun, amma fikirləşsəniz yaxşıdır. Başdı, gedib fikirləşərəm. Buyurun, buraxılış vərəqəsi. Çox sağ olun. Amma naçəlnik, biz ata-babadan ev yıxan olmamışıq. Xudahafiz. Sağ olun. Görəsən bu kim ola? Bizi duyuq salır, yoxsa azdırır? Nə fikrə getdin? Ha? Nədənsə Hacbalanın qaynanası yadıma düşdü. Heç eybi yoxdur. Mən elə ölməmişəm. Mənə də meyransa deyərlər. Gəlin, gəlin atozun bir halına tamaşa edin. Onu görüm o tutub yansın bu şoğarıb atoz içində. Onu görüm ömrü boyu piyada geçsin elə. Nə olub Meyransa xala? Hacbala neyniyib yenə? Yaxşı da göz vurma mənim üçün. Buna bax, qızım yazıqda inanır buna. Dayan dayan səninlə bundan sonra başqa cürə danışacağım. Oğruları tutursuz. Bəs bu vicdansız, hə? Qızımın bəxtini oğurlayıb. Bax Rüstəm Mı ilə 3-cü dəfə deyirəm sizə. Əgər ölçü getirmirsiniz, lap bu böyük naçalnikinizin yanına gedəcəyim. Yerin görüm. Dərsmə paltarımı, cırarsan. Buna bax, Külbaşın 8 uşağı var. Gündə maşınla haraysa yoxa çıxır mənim üçün. Özünü aşla da bır mənim üçün. Yerin görünmürdü şura tozun sifətini yosun elə. Dişlərini düzəltdirib, elə bil çişləyəcək məni. Bezə-yüzə yaxtarır. Şoğarı bax, bezə-yüzə yaxtarır mənim üçün. Buna bax, mənə də meyransa deyərlər. Heç eybi yoxdur. Mən öyle denəm sənə evdə atmağın tərini. Yerin görüm. Hara gedirsən? Hara oldu, tək canımı bu arvadın əlindən qurtarım.